İndi isə gəlin yenidən qaldığımız yerdən davam edək və Past əmrləri pəncərəsinin sonuncu hissəsi olan Past Special bölməsinə baxaq. Gördüyünüz kimi klaviatura qısa yolu ilə, yəni S düyməsinə toxunaraq Past Special pəncərəsini aça bilərik. Past Special pəncərəsinin daha qısa variantı isə Ctrl-Alt-V kombinasiyası ilə açmaq mümkündür. Past Special əmri kopyalanmış məlumatları adi past əmrlərindən fərqli olaraq seçir və nəzarəti şəkildə yapışdırmağa imkan verir. Misal üçün, o seçimi kopyalanmış məlumatları bütün xüsusiyyətləri ilə yapışdırır. Formula seçimi formulları, values dəyərləri, comments şərhləri, validation isə xanalar üzərində məhdudiyyətlər və nəzarəti yapışdırır. Yerdə qalan seçimlər də özlərinə məxsus yapışdırmaq növləri var. Eyni zamanda Operation bölməsi vasitəsilə mövcud xanalar üzərində toplama, çıxma, bölmə və vurma və bölmə riyazi əməliyyatlarını apara bilərik. Misal üçün, hər hansı bir iki xanaya ədəd əlavə edək, bir xananın daxilindəki dəyərdən istifadə edərək digər xanaların üzərində əməliyyat aparaq. Bu xananı kopyalayırıq, digər xana üzərində gəlib Ctrl-Alt-V kombinasiyası vasitəsilə add seçimini edirik. Bu zaman 2 ədədin üzərinə 18 ədədi gələcək və cavab 20 olacaq. Geri qaydaq, yenidən Ctrl-Alt-V və Subtract vasitəsilə 2 ədədindən 18 ədədini çıxaq, -16 nəticəsi verməlidir. Və yaxud da burada vurma əməliyyatı, burada bölmə əməliyyatı həyata keçirdə bilərik. Aşağıda olan Skip Blanks kopyalanmış sahədəki boş xanaları yapışdırma zamanı nəzərə almamasını təmin edir. Bu zaman boş xanalar mövcud məlumatların üzərində yazmır. Yalnız donuq xanalar yapışdırılır. Transpose əməliyyatı seçimi isə məlumatları sətirdən sütundan isə sətrə yapışdırılmasını təmin edir. İndi isə bu əmri praktik olaraq tətbiq edək. İlk worksheetimizdə yerləşən cədvəlin hər hansı bir, 2 sütun və 5 xanadan ibarət olan xanalar toplusunu seçib, yeni bir cədvəl açıb, orada yerləşdirmək lazımdır. Ctrl-Alt-V kombinasiyası ilə bildiyimiz kimi Past Special pəncərəsini açırıq. Yuxarıdakı olan seçimlərdən All seçimini edirik. Siz istədiyiniz hər hansı bir seçimi də seçə bilərsiniz. Orta hissədə yerləşən seçimlər də onun kimi və aşağı hissədə yerləşən Transpose seçimini edirik. Hal-hazırda cədvəl biraz yaxşı görünmədiyi üçün biraz manual düzəlişlər edirik. İndi isə gördüyümüz kimi biz mənbə xanamız, xanalar toplumumuz 2 sütun və 5 sətirdən ibarət idi. Hal-hazırda isə bizim yapışdırdığımız cədvəl 5 sütundan və 2 sətirdən ibarətdir. Onu da diqqətinizə çatdırım ki, Transpose əmri Past pəncərəsinin yuxarı hissəsi bölməsindəki əmrlərdən biridir.